Əgər uşaq bağça yaşında və yaxud məktəb yaşındadırsa, uşağın yaşına uyğun profilaktik peyvənd təqviminə görə peyvəndləməsi mütləqdir. Bu uşağı müəyyən xəstəliklərə qarşı qorumuş olur. Eyni zamanda burada bağça və məktəb yaşında müşahidə olunan bir sıra virus və bakterial xəstəliklər də yer almış olur. Hansı ki, bura aiddir qrip virusudur, pnevmoniyadır, hemofil infeksiyasıdır, eyni zamanda bağırsaq infeksiyaları, rotavirus, adenovirusa qarşı da peyvəndləmə vardır. Müəyyən bir xroniki xəstəliyi varsa, allergik durumu və s. hansısa bir xroniki xəstəliyi varsa, onu da nəzərə alaraq həkim tərəfindən tərtib edilmiş bir diyeti olmalıdır uşağın. Meyvə tərəvəz balansı kifayət qədər olmalıdır, ət kifayət qədər olmalıdır və rutin olaraq həkim müayinəsindən davamlı keçməli. Həkim tərəfindən nəzarət olunub qandakı dəyərlər diqqətdə saxlanılmalı. Ehtiyac varsa mineral vitamin balansı korreksiya olunmalıdır.